أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين وهو خير الناصرين ومعين وصلى الله على سيدنا ونبينا أبي القاسم المصطفى محمد اللهم صل على محمد وآل محمد وعجل فرجه ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Allah'ın salamı, bərəkəti və məğfirəti olsun pak əhl-i beytinə və siz dəyərli əhl-i beyt haşirlərinin üzərinə, sizləri və özümü Allah'ın təqvasına riayət etməyə dəvət edirəm. Allah təbarək və Teala hər birimizi təqva əhlindən qərar versin inşallah. Değerli Müslümanlar, değerli dostlar, bildiğiniz kimi artık Ramazan ayının ikinci günüdür. Ramazan ayı daxil olub. Allah qonaqlığı, mənəvi süfrəsi açılıb. Bu Ramazan ayının mübarək günləri münasibəti ilə hər birinizi və siz başda olmaqla bütün dünya müsəlmanlarını səmimi qəlbdən təbrik edirəm və Allah'tan arzum budur ki, Allah Teala bizləri bu ayın əhlindən qərar versin. Və Allah Təbarək və Teala inşallah dünya və ahirətdə bizləri Quran və Əhl-i Beytdən ayrı salmasın inşallah. Değerli Müslümanlar, değerli dostlar, Allah Təbarək və Teala Bəqərə surəsinin 185-ci ayəsində buyurur ki, Bismillahirrahmanirrahim, Şəhru Ramazan, Əl-ləzi unzilə fihil Qur'an, Hudən linnâsi və bəyyinâti minəl-hudə vəl-furqan. Allah Təbarək və Teala bu ayədə bizlərə çatdırır ki, Ramazan ayı elə bir aydır ki, o ayda Qur'an-ı Kərim nazil olub. O Qur'an-ı Kərim ki, insanları zülmətdən nura, insanları pis yoldan haqq yola, insanları düzgünlüyə dəvət edən Qur'an-ı Kərimdir. O Qur'an-ı Kərim ki, nazil olandan bu günə və bu gündən də qiyamət gününə qədər dəyişdirilməyən, orijinallığını itirməyən və hər dövr üçün, hər zaman üçün, hər an üçün yeniliyini, təravətini qoruyan bir Qur'an-ı Kərimdir. O Qur'an-ı Kərim bu ayda nazil olub ki, bütün Həzrət Rəsulullah başda olmaqla onun bütün xanedanı, Əhl-i Beyt əleyhissalam onun müdafiəsi üçün, onun ideyasının, onun əmrlərinin sağ və sağlam qalması üçün, insanlara düzgün çatdırılması üçün canlarından keçdilər. Bu günlər Ramazan ayı həqiqətən bağışlanmaq ayıdır. Ramazan ayı Allah'ın lütfünün, Allah'ın inayətinin dolu olduğu bir aydır. O cümlədən biz baxsaq, Həzrət Resulullah sallallahu aleyhi və aleyhi və səlləm Şaban ayının son günlərində Şabaniyyə adında bir xütbəsi var idi, moizəsi var idi. Həmin o moizədə insanları, o dövrün cəmaatını, o məntəqənin cəmaatını bir carçıya göstəriş verərdi ki, o carçı nida eləyərdi, küçə və küçə gəzərdi ki, Peyğəmbər sallallahu sizə mühüm bir xəbər çatdıracaq. Hamınız filan vaxt filan yerdə olun. Cəmaat toplanardı məscidə. Cəmaata Həzrət Resulullah belə bir moizə eləyərdi. Buyurur ki, Şabaniyyə xütbəsindən də bir hissədir bu. Əyyuhənnas, ey insanlar, İnnəhu qad əqbələ iləykum şəhrullah. Həqiqətən Allahın ayı sizlərə doğru üz tutub gəlir. O ay ki, bil bərəkəti və'r-rəhməti vəl-məğfirət. Həzrət Resulullah buyurur ki, o ay həqiqətən bərəkət dolu bir aydır. Bərəkəti ilə sizlərə doğru üz tutub gəlir. Rəhmət və məğfirəti ilə, bağışlanmağı ilə insanları bağışlamaq üçün sizlərə doğru üz tutub gəlir. Elə bir mühüm xəbəri insanlara çatdırardı ki, bu ay həqiqətən Allah'ın aylarının içərisində ən üstün ay, günləri ən üstün günlər, saatları ən üstün saatlar, dəqiqələri ən üstün dəqiqələr və saniyələri, anları ən üstün saniyələr və anlardır. Və gecələri ən üstün gecələrdir. Bu ay elə bir aydır ki, Allah Təbarək və Teala bu ayda bir gecə qərar verirdi ki,
Leylətul Qədri xeyrun min əlfi şəhərdir. Allah Teala Quran-ı Kərimdə Qədr surəsində bu gecədə, bu Ramazan ayında elə bir gecə var ki, Allah Təbarək və Teala o gecənin hörmətini deyir ki, 1000 aydan üstündür. Bir ömürdən üstündür bir gecənin hörməti. Bir gecənin hörməti 80 illik ömürdən üstün qərar verir Allah Teala. Həqiqətən çox əzəmətli bir aydır və bu əzəmətli ayı da gərək bizlər bunun ehtiramını saxlayaq. Bu ayda oruç tuta bilən orucunu tutmalıdır. Yəni o insanların ki sağlamlığı yerindədir, öz vətənindədirlər, onlar gərək bu ayda oruç tutalar, bu ayın hörmətini saxlayalar. O insanlar ki xəstədirlər, ümumiyyətlə sihhətlərində bir problemləri var, oruç tuta bilməzlər, gərək bu ayın ehtiramını sındırmayalar. Həzrət Rəsulullahdan və pak əhl-i beytindən bu ayın ehtiramı haqqında çox-çox təkid olunan hədislər var ki, gərək insanlar bu ayın hörmətini sındırmaya. Hər kim bu ayın hörmətini sındırsa, Allah ona lənət eləyər. Allahın qəzəbi tutar o adamı. Bəzən insanlar bu ayda məsələ hansısa səbəblərdən oruç tutmasalar belə, gərək bu ayda ictimai bir yerdə gərək yeməkdən, içməkdən çəkinələr. Bu ayın ki xüsusi çərçivələri var, xüsusi ki qayda qanunları var, gərək onlara riayət eləyələr. Bir gün mən bu sözümün istatı olaraq bir rivayəti sizlərə nəql eləmək istəyirəm. Bir gün bir qrup gənc küçə ilə gedirdilər. Gördülər ki, bir yaşlı kişi oturub, Ramazan ayıdır, oturub bir yerdə heyvəsini çıxardı, istəyir ki, bir şeylər yesin. Bu cavanlar gedib yaxınlaşırlar həmin o yaşlı kişiyə, sual verirlər ki, ağsaqqal, Ramazan ayıdır, oruç tutmusanmı? Ağsaqqal deyir, bəli tutmuşam. Hansı ki, görürlər bu heyvəsini çıxardıb yemək yemək istəyir oradan. Deyirlər, necə ola bilər ki, sən oruç tutubsan? Axı, Ramazan ayında yeməkdən, içməkdən çəkinməlisən. Deyir, bala, gəlin mən sizə başa salım, mən necə oruç tutmuşam. Deyir, mən qocalmışam, əldən, ayaqdan düşmüşəm, sihhətim yol vermir, sağlamlığım yol vermir ki, mən ac qalam, susuz qalam. Amma oruç tutmağa qalmış, mən oruç tutmuşam, gözüm harama baxmır, əlim harama uzanmır, əyğim haram yerlərə getmir, dilim qeybət eləmir, kiməsə böhtən atmır, qulağım kiminsə də qeybətini eşitmir, batil sözləri, ğinalı musiqiləri eşitmir. Mən bu cürlə oruç tutmuşam. İndi mən sizə sual verirəm, siz oruç tutmuşsunuzmu? Onlar xəcalət çəkirlər, həqiqətdə anlayırlar, başa düşürlər ki, oruç necə tutulmalıdır. Cavanlar deyir, ağsaqqal, sənin tutduğun kimi biz oruç tutmamışıq. Biz ancaq səhərdən axşama qədər ac qalanlardanıq. Biz qeybət desən eləyirik, böhtan desən eləyirik, istehza desən eləyirik, qeybətə qulaq asırıq, harama gedirik. Amma biz ancaq və ancaq ac və susuz qalırıq. Həqiqətdə oruç o zaman Allahın qatında məqbul olan oruçlardan olar ki, insan gərək Allahın əmrlərinə bütün varlığı ilə itaət eyle, bütün vücudu ilə. Oruç o cürünə tutulmalıdır. İnsan oruç tutar, mən adam tanıyıram, oruç tutur, ağzı oruç ola gedir, küçədə qumar oynayır. Mən insan tanıyıram, oruç ola gedir, hər cür qələti eləyir. Amma bununki özünü aldatmaqdır, cəmiyyətdə şov yaratmaqdır ki, mən oruç tuturam, Ramazan ayında mən oruç tutan adamlardan biriyəm. Xeyr, qardaşım, əzizim, oruç tutmaq o oruç tutmaqdır ki, gərək insanın əli də oruç tutar, ayağı da, bütün varlığı, hətta saçı belə insanın gərək oruç tutar, dili gərək oruç tutar, bütün varlığı, bütün bədən üzvləri gərək oruç tutar. Oruç o zaman Allahın qatında oruç kimi qəbul olunur. Yoxsa mən ac qalım, susuz qalım, gedim hər cür işləri görüm. Həzrət Mövla Əmir əl-Möminin Əli əleyhissalamdan çox ali bir hədis var. Həzrət Əli buyurur ki, nə çox insanlar var, oruç tutur, ancaq onlara acılıq və susuzluq qalır. Nə çox insanlar var ki, gecələri qalxır, ibadət edir, onlara ancaq yuxusuzluq qalır. Onlardan Allahın huzuruna qəbul olunan bir əməl, heç bir şey çıxmır, qalxmır. Ona görə gələk, çalışalım bu ayda Allahın rizayətini əldə etmək üçün oruç tutalım. Bu bannerdə yazılan bizim dildə tərcüməsi yazılıbdır. Bu Quran ayəsidir. Quran ayəsidir ki, Allah Təbarək və Teala Quran-ı Kərimdə
buyurur ki, ya eyyuhellezine amenu kutibe aleykumus-siyam. Deyir, ey iman gətirənlər, sizlər üçün oruç yazılıbdır, vacib olubdur. Kutibe alellezine min qablikum la'allakum tattaqun. Deyir ki, sizdən əvvəlkilərə oruç vacib edildiyi kimi sizlərə də oruç vacib edilibdir. Gərək bu vacib əmələ Allahın inayəti ilə, Allahın tövfiqatı ilə gərək insan diqqətli ola ki, bu ayın əməllərini təxirə salmaya. Ən azından qardaş, sağlamlığım yol vermir, oruç tuta bilmirəm, ac qala bilmirəm, susuz qala bilmirəm, gərək digər orucun hissələrini yerinə yetirim. Bir dənə aclığım, susuzluğum qalsın bir kənarda, dilim qeybət eləməsin, əlim harama getməsin, ayağım haram yollara getməsin, qulağım haram musiqilər, qulağım haram qeybətlər, istehzalar, böhtanlar eşitməsin. Gərək bu şeylərə insan diqqət yetirər. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, Əs-savmu cünnətun minən-nar. Buyurur ki, oruc cəhənnəm ateşinə qarşı bir qalxandır. Ramazan ayı, Ramazan sözü əslində bir mənası var. Bu ay niyə Ramazan adlanıbdır? Bu ayın Ramazan adlanmağının mənası budur ki, məhsumlar buyururlar, Ramazan rəməzə sözündəndir, yandıran deməkdir. Yəni, insanların günahlarını yandırır, aradan aparır. Bu ay həqiqətən insanı tamamilə paklamaq üçün nəzərdə tutulan bir aydır. Tamamilə insanı pisliklərdən təmizləyən, insanı gözəlliklərə şövq etdirən bir aydır. Allah Teala bizləri öz mənəvi süfrəsinin ətrafına toplanmağa cəm eləyir bu ayda. O süfrə ki, dünyada olan neymətlər deyil, ahirətdə olan, səmada olan, cənnətdə olan neymətlər bugünkü gündə bizim ayaqlarımızın altına sərilibdir. Allahın mənəvi dəvəti budur, mənəvi süfrəsi budur ki, deyir, hədislərdə var, hər kim imsak etdikdən sonra bir dənə Qədr surəsi oxuya, İnnə ənzəlnəhu fi leylətil qədr, bu surəni oxuya və iftar edənə qədər və iftarda da, iftar edəndən sonra da bu surəni oxuya, deyir, Allah təbarək və teala görün, həqiqətdə Allah necə bir lütf eləyibdir bu ayda, necə rəhmət qapıları bizim üzümüzə açılıbdır. Hədislərdə var ki, hər kim imsakda və iftarda Qədr surəsini oxusa, qanına bələnmiş şəhidin savabını yazar həmin o insana. Görün, nə qədər Allah bir fürsət gəzir ki, bəndəsi üçün nələrisə də ona əta eləyər. Amma əfsuslar olsun, bəzən, üzr istəyirəm ifadəmə görə, bəziləri o bağdan açılanda necə ki, yoxa çıxır, qaçır gedir, bəzilərimiz insan olmağımıza baxmayaraq, elə istəyirik ki, zəncirləri qopardaq, yoxa çıxaq gedək. Amma Allah Teala istəyir ki, Allah Teala deyir, Həzrət Rəsulullah buyurur bu barədə, deyir, Allah təbarək və teala bu ayda bütün şeytanları zəncirə vurar. Bu ayda hər kim günah eləsə öz nəfsinə uyubdur, şeytanlıq deyil, öz nəfsi istəklərinə əməl edib deməkdir. Ona görə də çalışağın bu ayın ehtiramını əziz tutağın. Sigaret çəkən adamlar var, məsələ, sağlamlığı yol vermir, oruç tuta bilmir, ən azından cəmiyyətdə, ictimai yerdə sigaret çəkməsin. İnsanların içərisində nə qədər insanlar var ki, sigaret çəkir, amma Allah üçün Ramazan ayında sigareti də qoyub kənara, yeməyi, içməyi də, hər şeyi də qoyub kənara, oturub orucunu tutur, adam Allahına ibadət edir. Ən azından gərək o digərləri oruç tutmayanlar bunun yanında sigaret çəkməyə, bunun yanında Ramazan ayının ehtiramını sındıracaq hərəkətlər eləməyən. Çalışır insan bu şeylərdən uzaq durmalıdır. İnsanın dedik ki, gərək üzvləri də oruç tutar. Bu barədə İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, oruç tutarkən təkcə ağız deyil, eyni zamanda göz haramdan, qulaq qeybətdən, əl və ayaq isə günahdan uzaq durmalıdır. Oruç bu zaman oruç kimi qəbul olur. Və bu ayda insan diqqət yetirməyə lazım olan məsələlərdən biri də gərək yetimlərə, yoxsullara qayğı göstərə. Əslində, oruç tutmağın bir neçə fəlsəfələri var.
Onlardan biri də budur ki, insan ac qalmaqla, susuz qalmaqla yaşadığı məntəqədə və yaşadığı ölkədə, ümumiyyətlə dünyada nə qədər o yeməyə, suya möhtac olan insanların vəziyyətini gərək özündə mələkə etdirə. Gərək özündə bunu hiss elətdirə ki, onlar gör, mən nə çəkir, mən indi acam, susuzam, mən müəyyən vaxta qədər ac-susuz qalıram. Gör, onlar günlərdir, həftələrdir, aylardır bu vəziyyətdədirlər. Gərək insan onların o halını idrak eləyə. Əslində oruç tutmağın fəlsəfələrindən biri də budur. Və növbəti diqqət olunması lazım olan məsələ isə budur ki, əxlaqın gözəlliyinə gərək insan diqqət yetirə. Gərək insanlarla gözəl davrana, rəftar eləyə. Bəzən baxırıq, görürük, bəzi insanlar var, oruç tutur, amma dili zəhərə dönüb. Onun oruç tutmağı, belə deyək, onun başına qayıdır, geri özünə qayıdır. Allahın qatında bir onun dəyəri qalmaz. Gərək insan əsəblərini cılovlaya, ailədə və dostlarla mülayim davrana. Gərək insan diqqət yetirə ki, dilinlə kimisə də dalamaya. Növbəti diqqət olunması lazım olan məsələ bu ayda gərək insan halala, harama diqqət yetirə. Bəzi adamlar var, haram tikəylə imsakını eləyir, haram tikəylə orucunu açır, iftarını eləyir. Gərək bu cürlə olmuyor. Əgər istəyirik ibadətimiz qəbul ola, əgər istəyirik ki, dualarımız qəbul ola, orucumuz qəbul ola, gərək qazancımız, yeməyimiz, içməyimiz nədir? Halaldan ola, halal yoldan bizlərə yetişər. Bu ayın xüsusi diqqət olunması lazım olan məsələlərdən biri də budur ki, buna diqqət yetirək ki, ay göydə göründü, hilal göründü, Ramazan ayı daxil oldu, bundan ibarət olmasın. Bu ay ki, Allahın ayıdır, bu ay ki, başqa bir təbirlə desək, ümmətin bağışlanma, məğfirət, diləmə ayıdır, gərək həqiqətdə diqqət yetirəsən, mədəni yeməklərdən qoruduğun kimi ruhunu da haram şeylərdən qoruyasan, çəkindirəsən. Dili boş-boş sözlər danışmaqdan uzaq eləyəsən. Həzrət Əli Aleyhisselam deyir ki, ey insanoğlu, sənin söz ki ağzındadır, o söz səninəsirindir. Sənin ki ağzından çıxdı o söz, sən onun əsiri olursan. Gərək bu ayda insan nələri danışır, nələri söhbət edir, ağzından hansı sözləri çıxardır, gərək onlara diqqət yetirər. Və qəlbi həsəddən, paxıllıqdan, xəbislikdən insan gərək bu ayda təmizləyər. Bu ay and olsun Allaha, bu ay həqiqətdə Allahın sanki Allahın mələkləri pusquda dayanıb ki, görüm hansı bəndə bu ayda bağışlanmaq istəyəcək. Allah həmin dəqiqəsi onu bağışlasın. Hansı bəndə Allahdan nə cür dua edəcək, onu gərək duasını qəbul eləsin. Bir gün bir nəfər İmam Rıza Aleyhisselamın yanına gəlir. İmam Rıza Aleyhisselama deyir ki, ey Peyğəmbər övladı, mən dua eləyirəm, duam qəbul olunmur. Həzrəti İmam Rıza Aleyhisselam belə buyurur ona. Deyir ki, mən sənə, sənin duanın qəbul olunmağına zəmanət versəm necə olar? Çox sevinir. Bu adam çox sevinir ki, İmam Peyğəmbər övladı deyir ki, mən zəmanət verirəm sənin duan qəbul olacaq. Bu sevinəndə İmam Rıza Aleyhisselam baxır, ona özünü tutur. Deyir, Allah Teala Qur'an-ı Kərimdə demirmi, ud'uni əstəcib ləkum. Deyir, Allah Teala demirmi, məni çağırın, mənə dua eləyin, mən duanızı qəbul eləyim. Allah özü Qur'anda zəmanət verir, aləmlərin Rəbbi olan Allah sənin duanın qəbul olması üçün zəmanət verir. Sən onun zəmanətinə inanmayıb, mən bəndənin zəmanətinə mi inanırsan? Dedi, mən sənə bu cür nə zəmanət verə bilərəm ki, gərək dua eləyəndə ümidvar olasan. Gərək Allahın sənin duanı qəbul edəcəyinə ümidin olsun. Gərək əlindəki neymətlərinə şükür edərək Allaha dua eləyəsən. Ovucunda olanları tökürsən yerə, deyirsən Allah yenə verir. Ovucundakilara hələ şükür eləməmiş, əlində olanlara şükür eləməmiş, qalxıb Allaha deyirsən, yenə ver, yenə ver, bu mənə azdır, yenə ver, mən doymuram, yenə ver. Bu cürlə yox. Allah Teala bir qanun qoyub, bir qayda qoyub ki, bəndə nə qədər əlindəkinə şükür eləyəcək, nə qədər onun qədrini biləcək, kimdən və nə cür gəldiyini biləcək,
onu nə cür məsrəf eləmək edə biləcək, o zaman Allah bərəkət verəcək, daha da çoxaldacaq. Allahdan arzum budur ki, Allah bizləri bu ayın əhlindən qərar versin. Allah dünya və axirətdə bizləri Quran və Əhl-i Beytdən ayrı salmasın inşallah.